1898-ci ildə Azərbaycanın qədim, gözəl diyarı olan Naxçıvanın Şərur bölgəsinin Baş Nuraşin kəndində yaşayan Səfiyevlər ailəsində bir oğlan uşağı dünyaya gəldi. Filmimizin qəhrəmanı həmin o uşaqdır. Valideynləri ona Rəhman adını vermişdilər. Ondan başlayım ki, Səfiyevlər çox böyük və məşhur nəsildir. Rəhmanın babası Nəsrullah xan Şərurun tanınmış və mərd adamlarından idi. Rəhmanın əmisi oğlu Tağı bəy Səfiyev isə maarifçi olmaqla bərabər kənd məktəbində müəllim işləyirdi. Həmin vaxtlar Baş Nuraşin məktəbində görkəmli Azərbaycan ədibi, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadə dərs deyərdi. Tağı bəy bir tərəfdən Mirzə Cəlilin yaxın dostu və məsləkdaşıdırsa, digər tərəfdən Mirzə Tağı bəy Səfiyevin mülkündə yaşayırdı. Bu səbəbdən indi həmin kənd Cəlilkənd adını daşıyır. Üstəlik, Tağı bəy Səfiyev 1921-ci ildə Qars müqaviləsinin imzalanması mərasimində Naxçıvan diyarının təmsilçisi olub. Elə həmin il Rəhman Naxçıvan torpaqlarına göz tikən erməni daşnaqlarına qarşı döyüşlərdə iştirak edən babası Nəsrullah xanı itirir. Səfiyevlər Səfəvilər nəslindəndir. Çox dərinə geçsək, Şah İsmail Xətai, sonra onun da babası Şeyx Səfi. Onlar o vaxt Çıldıran döyüşündə Səfəvilərlə Osmanlılar döyüşəndən sonra və məğlub olandan sonra Arpa çayının sağ sahilində yerləşiblər. İndi də o ərazi Naxçıvana düşüb. Ata tərəfdə Səfiyevdə, ana tərəfdə Səfiyevdir bizdə. Bu evlər o vaxtlardan sökülən. Bu Səfiyevlərin evidir. Bunlar hamısı, bax bu da mənim babamgillərdən qalma evlərdir. Bu çalxalar da var, bu divarlar. Erməni müsəlman davası vaxtı onlar İrana məcbur olublar getməyə. Bəzi Səfiyevlərin bəzi hissəsi qalıb İranda, Səfizadələr olublar onlar. Rəhman belə bir nəslin nümayəndəsi idi. Böyük, məşhur, sadə və vətənpərvər. Ailəsi isə Səfiyevlər nəslinin ən böyük ailələrindən biri idi. Atası Qafar kişi, aşıq, söz və şeir ustadı, dövrünün savadlı insanı, anası Hürnüsə xanım sadə, evdar qadın olub. Rəhmanın Kərim adlı bir qardaşı və 4 bacısı var idi. Bədirnisə, Xırda xanım, Siyəmən və Mina. 3 yaşı olanda Rəhmanın atası vəfat edir. Ailə qohumların himayəsinə keçsə də, əsas yük ananın çiyinlərinə düşür. Həyatının çətinlikləri Hürnüsə xanımın üz cizgilərində. O cizgilər isə günlərin birində Rəhmanın ilk rəsm əsərinə, Anamın portreti əsərinə köçür. Onun vaxtının böyük hissəsini bu ağacın yanında keçirməsinin, gövdəsinə saatlarla sarılmasının səbəbi tədricən məlum olur. Rəhman ağacda, torpaqda, hətta havada belə rənglər axtarır. O yeni bir dünyanın astanasında idi və o dünyadan Rəhmanı yalnız və yalnız anası Hürnüsə xanımın səsi ayıra bilərdi. Ailənin, kəndin, el-obanın gündəlik qayğıları az yaşlı Rəhmanı yeni əsərləri çəkməyə həvəsləndirir. Araz balıqçıları. Bu onun rəssamlıq yolunda atdığı ilk addımlar idi. Xüsusən də yaradıcı insan qəlbi yaralı olanda, bu onun yaradıcılığında sizə deyim ki, bir növ bəzən çox qəlbə güclü bir tüğyan da yaradır. Onun yaradıcılığında çox güclü, çox yüksək bir o mənəvi yüksəlişi, ucalığı verə bilirlər. Yəni o istirab çox zaman insanın özünü belə dərk etmədiyi daxili o mənəvi, ruhi qüvvəti aşkarlamağa imkan verir. Əzəldən qəlbədə onda bu olmuşdur. Rəhmanın ilk və ən böyük ustadı təbiət olur. Özü də sonralar dönə-dönə deyəcək ki, təbiətdəki rənglər, səslər heç bir zaman təkrarlana bilməz, bənzədilə bilər, lakin təkrarlanması mümkün deyil. Və sonra isə o hələ Naxçıvanda yaşayarkən İrəvan müəllimlər seminariyasına daxil olur və orada Rumun əsilli Kraft, onun o müəllimi onu çox dəstəkləmiş və onun bu cəhətlərini, onun bu rəsmə olan meylini duyaraq daha da onu həvəsləndirmişdir. Sonradan o Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Akademiyasına daxil olur. Amma o 7-ci ildə inqilab başlayandan sonra o artıq vəziyyəti hiss eləyib, gəlib Azərbaycana. Orada da vaxt Türk ordusu olub, onlara qoşulub, Zəngəzurda döyüşüb.
Sonra da onlarla Türk ordusu çəkiləndə onların biri də çəkilib, gedib Türkiyədə və rəssamlığını davam etdirib orada. Rəhmanın getdiyi yol məni Türkiyə, İstanbul şəhərinə apardı. Naxçıvandan ayrılarkən həyətlərindən bir ovuc torpaq götürdüm. Çünki Rəhmanın bu torpaq üçün nə qədər darıxdığını bilirdim. İstanbulda Rəhman Səfiyev Gözəl Sənətlər Akademiyasına daxil olur və 1923-cü ildə buranı bitirir. Türk rəssamı Namiq İsmailin emalatxanasında müsafir tələbə kimi çalışan Rəhman İbrahim Safi imzası ilə tanınmağa başlayır. Və Türkiyədə imzası tanınır və rəssam kimi o çox istedadlı bir rəssam adı qazanır. Lakin bu adı qazanana qədər İbrahim Safi çətin günlərdən keçmək, hətta bir müddət rəssamlıqdan ayrılmaq məcburiyyətində qalır. Moshe Grossman 15 yaşından jurnalistika ilə məşğul olur və İbrahim bəyin ən yaxın dostlarından biridir. İbrahim Safi bir müddet tütün paketleme servislerinde çalıştı. Tekelin. Yani paraya ihtiyacı vardı. Yemek yemesi lazımdı. Kirasını ödemesi lazımdı. Tekelin paketleme servisinde çalıştı. Bir müddet orada para kazandı ama onun içi resimle yanıyordu. Tekrar ressamlığa başladı. O zaten Türkiye'ye ressam olarak geldi ve ressam olarak çalışmaya devam etti. Şimdi İbrahim Bey'i ben bir galeride tanıdım. 60 yıl önce. Şimdi yaşım benim 94. 25-30 yaşlarındayken kendisiyle bir ilişki kurduk, görüştük. 20-ci əsrin 20-ci illərində Türk təsviri sənətində İbrahim Safi imzasının sürətlə tanınması sahibini Mustafa Kemal Atatürk zirvəsinə qədər ucaldır. Belə məlumatlar var ki, ümumiyyətlə 1924-25-ci illərdə dünya rəssamlıq sənətində ilk dəfə Atatürk'ün portretini məhz İbrahim Safi işləyib. Söhbət bu portretdən gedir. Bununla bağlı müxtəlif vaxtlarda müxtəlif fikirlər səslənib. Lakin Türkiyənin TRT telekanalının arxivindən tapdığım bir reportaj, sonra isə İbrahim Safini şəxsən tanıyan insanlardan bu məsələ ilə əlaqədar aldığım fikirlər mənim şübhələrimə son qoydu. Qazi Mustafa Kemal Atatürk'ün portretinin naturadan ilk dəfə çəkmiş rəssam Azərbaycanın Naxçıvan bölgəsindən çıxmış Rəhman Səfiyev olub. İbrahim Safi Atatürk'ün ilk kez portresini çizen sanatçımızdır. Şimdi ben İbrahim Safi'nin Atatürk'ü yaptığı portresini gördüm ve hayranlıkla izledim. İbrahim Safi yanlış hatırlamıyorsam Atatürk'ü fotoğraftan değil de birebir karşısında durarak resmetmiş. Atatürk buna müsaade etmiş. Bir İbrahim Safi'ye bir de İbrahim Çallı'ya diyebiliyorum. Muhteşem bir Atatürk çalışmış. Bir değil birkaç tane Atatürk çalışmış. Atatürk çalışmak yürek ister. Ben de ressamım ama Atatürk portresini yapmaya hiçbir zaman kalkışmadım. Çünkü çok zor. Atatürk'ün ruhunu yansıtmak lazım portresinde. İbrahim Safi bunu çok güzel yansıtmış ve Türklere bunu armağan etmiş. İbrahim Safi Bey'in Atatürk'ün yapmış olduğu resmi iyi tanıyorum, biliyorum böyle, evet. Nerede o resim? Koleksiyonerlerde. İbrahim Safi daim axtarışda olan rəssam idi. Ona lazım olan fırça, boya və kətan idi və bir də bir qarın yemək. Gerisi onu qətiyyən maraqlandırmırdı. Hiçbir zaman İbrahim Safi'nin yerine geçecek bir tabloyu bana İbrahim Safi diye kimse anlatamaz. Ben hemen anlarım, bana getirin. 1 kilometre uzaktan göreyim onu, imzayı okuyamayayım. Onun mudur değil midir size söylerim. O kadar özel bir ressamdı yani, anlayabileceğiniz resimden İbrahim Bey'i görebileceğiniz bir resim çizerdi yani. Gənc yaşlarından İbrahim Safi uzun müddət rəssam Kalmıkovla bir emalatxanada çalışıb. Rəssam Kalmыкov Bolşevik Rusiyasından Türkiyəyə mühacirət etmiş və burada özünə Naci Kalmıkoğlu ismini götürmüş ən tanınmış rəssam idi. Safinin yaradıcılığına Kalmıkoğlu'nun da təsiri olub. Lakin İbrahim bəyin əsas xüsusiyyəti o idi ki,
O bu təsirlərin altına düşmür. Bunları özünküləşdirməyi bacarırdı. O kadar güzel resim yapıyordu ki gördüğümüz manzaradan çok daha güzel. Yani manzarayı görüyorsunuz, fevkalade bir manzara ama İbrahim Bey onu renklendirdiği zaman bambaşka bir dünyaydı sanki. Mesela güneş daha batmamıştı ama o sanki güneşin batış ışınları gibi renklendiriyordu. Başka güzel renkler veriyor. Deniz masmaviyken o biraz yeşil, ön taraflara yeşil koyuyordu. Bir bambaşka bir resim çıkıyordu ortaya. İbrahim Safi 100% rəssam idi. Həm əməlində, həm sözündə, həm daxili dünyasında. Onun keçmişi də, bugünü də, gələcəyi də rəssam idi. Safi özünü yalnız bu sərhədlər çərçivəsində təsəvvür edirdi. Onun üçün sərhəd, sərhədsizlik idi. İbrahim Bey neyi severse onu çizerdi. Neyi beğenirse onu yapardı. Moshe Grossman bu portretin tarihçəsini danışır. Bu resim onun yaptığı bir resim ve benim portrem. O zaman böyle saçsız değildim, saçlarım vardı, gençtim. Bu resmi o yaptı. İbrahim Safini başqa rəssamlardan fərqləndirən tək özünü deyil, həm də sənətini sevdirən bir xüsusiyyət var idi. O qazanc güdmürdü. Gözləri, ruhları tərbiyə edirdi. Dünya kadar ressam tanıdım ama İbrahim Safi gibi, İbrahim Safi bize resim alma heyecanını, resim alma cesaretini bağışladı. Rəssam özünü tapıbsa, bu artıq onun tükənməyi deməkdir. Lakin bir üslub, bir stil tapıb onu özünküləşdirirsə, bu inkişafdır. Bitməyən, sonu olmayan, kulminasiyası əlçatmaz olan bir proses. Portreleri çok güzel yapardı. Mükemmel. Benim evimde onun aşağı yukarı 7-8 tane resmi var. Bunlardan 4 tanesi kadarı portredir. Dedi ki doktor hiçbir resim birbirine aynısı olmaz dedi. Olursa zaten resim olmaz o dedi. Təkrarsızlıq. İbrahim Safi onun ən böyük müəllimi təbiət kimi idi. Ona bənzəmək olardı, amma onu təkrar etmək qeyri-mümkün idi. O rəngləri danışdıra bilən rəssam idi. Naci Tərzi, İbrahim Safini 5 barmağı kimi tanıyan insan. Ondan İbrahim bəy haqqında xatirələrini almaq üçün xeyli gözlədik. Nəhayət, Naci Tərzinin köməkçisi çox dəyərli Davud Nurinin köməyi ilə məqsədimizə nail olduq. Qısa da olsa, nə yaxşı ki Naci bəyin xatirələrini ala bildik. Bu müsahibədən cəmi 2-3 ay sonra Naci bəy haqq dünyasına köçdü. Deyirdi ki, Safini kimlərləsə müqayisə etmək böyük yanlışlıqdır. İbrahim Safi her şeyden önce tam bir Türk, tam bir Turancı Türk ve dünyada bütün insanları seven bir insan. İbrahim Safi kadar hayatımda çalışkan bir insan görmedim. 5 saniye boş durmayan bir insandı. Gittiği her şeyi en ufak bir şeyiyle beraber bir anı olarak onu yapardı. 1983 il yanvar ayının 4-də İbrahim Safi 100. sonuncu fərdi sərgisini keçirirdi. Çok güzel bir sergiydi ama çok soğuk bir sergiydi. Çünkü artık İbrahim Bey yoktu. Ben alışıktım. Her sergisine giderdim. Onunla konuşurdum, muhabbet ederdim. İşte bu sergilerinden bir tanesinde nasılsınız hocam filan diyorum. Bir sergide onunla beraber oturdum. Konuşuyorum. Bu bir sergi. Ama o sergi değil tabii. O sergide İbrahim Bey yoktu. Enver Talih Hoca gitmişti hastaneye. Ziyaretine gideceğim dedi. Oradan haber geldi. O zaman böyle cep telefonları falan yok. Bir telefonla aramış. Safi'yi kaybettik diye. En son aldığım resmi şudur. Bu bir Köln şehri. Dedim ki madam bir hatıra, en son bunu almak istiyorum dedim. Dedi ki doktorcum onu veremem. Safi bu resmi çok severdi dedi. Bunu kendime ben hatıra diye saklayacağım dedi. Vallahi o zaman yalvardım, yakardım. Dedi ki Safi de seni çok severdi, o zaman al senin olsun dedi. Anlatabildim. O şekilde aldım bu resmi. Çok güzel bir resimdir.
İbrahim Safi dünyasını dəyişəndən sonra xanımı Zaxarina Həbib bəydən bir neçə imzasız tablonu imzalamağı xahiş edir. Dedi ki birkaç tane tablo var. İmzasız onlar. Bütün tabloları değil. 3-4 tane birkaç tane. Onlara da zaten imza atmazsak bile anlatabiliyor muyum? Yani kendisine ait olduğu tekniğinden belli. İbrahim Safi dünyasını dəyişəndən bir müddət sonra xanımı Zaxarina əsərlərin əksəriyyətini də götürüb Yunanistana köçür. Bundan sonra onunla əlaqə tam kəsilir. Amma hələ həyatda olarkən İbrahim Safi nə yaxşı ki əsərlərindən bir neçəsini doğma Azərbaycana göndərə bilmişdi. Axırıncı onunla görüşən mənim bibim olub. 68-ci ildə icazə alır hökumətdən. Gedir onun yanına, 3 ay onun yanında qalır. O gələndən sonra özü ilə İbrahim Səfinin həm öz portretini gətirir, həm də ki, başqa 3 Bosfor mənzərəsi və s. 4 onun əsərini gətirir. Sonra ondan sonra rəhmətli Arif Heydərov, Daxili İşlər naziri o vaxt orada işləyirdi. İstanbulda konsul idi. 7 əsrində o gətirir. Deməli, Azərbaycanda onun 11 əsəri var. Bilirəm ki, bir daha yeni bir İbrahim Safi gəlməyəcək. Çox rəssamlar ola bilər, çox portretlər, mənzərələr, bir sözlə çox işlər görülə bilər. Amma Safinin bir tablosunun verdiyi klassik dadı heç kim verə bilməyəcək. Çünki onun bir Allah vergisi, Allah'tan bir gücü vardı. Ben bir İbrahim Safi hayranıyım. Onun tablolarını gördüğüm zaman çok duygulanırım. Onun renklerindeki muhteşemliğe hayranım. Kendisi empresyonist, realist bir sanatçıdır. Ve Türkiye'de yaşamış olduğu için ayrıca gurur duyuyorum kendisiyle. Kendisi zaten Türk soyundan geliyor. İbrahim Safi Türk ressamı için çok önemli bir şahsiyettir. Ben kendisiyle tanışmasına nasip olmadım. Öyle biraz hayat koşulları. Ama sergilerini 1903'te Habib Gerez açtığı vakit oraya gitmiştim ve imzalarının kendisinin attığını söylemişti. İşte oradan ben İbrahim Safi'nin şeyine ulaştık, evlerine. İbrahim Safi Türkiye'nin en büyük ressamlarından biridir. Ama en büyük. Nasıl ki başka ülkelerin Renoir'ları var, Van Gogh'ları var, Rembrandt'ları var. O da bizim Renoir'ımız, Rembrandt'ımız, bizim en büyük ressamlarımızdan bir tanesidir. Əlbəttə, İbrahim Safidən danışarkən onun yaxın dostu Professor Ənvər Tali Çətin haqqında bəhs etməmək mümkün deyil. Ənvər Tali Çətin İbrahim Safinin həyatında çox önəmli bir isim. O, rəssamın dəfnini layiqli şəkildə təşkil etmiş. İbrahim Safinin 100 illiyində 1998-ci ildə böyük sərgi keçirilmiş. Əsərlərindən ibarət iri həcmli albom nəşr etdirmişdir. İstanbul səfərim başa çatır. Vaxt tapan kimi rəssam İbrahim Safinin vaxtı ilə yaşayıb yaratdığı evi tapmaq istədim. Biz indi İbrahim Safinin yaşadığı evin qarşısındayıq. Baxın, 2 mərtəbəli ev, sökük, qapısında qıfıl. 2 dəfə buradan keçdim, tapa bilmirdim. Axır ki tapdım qıfılları, görürsünüzmü? Baxın, qapısında qıfıl. Bax belə, biz dünya şöhrətli rəssamımızın evinə bu cür sayğı göstəririk. Şəhərin mərkəzi küçələrindən birində divara vurulmuş belə bir tablo ilə rastlaşdım. Türk rəsm sənətinin böyük ustadı İbrahim Safi bu küçədəki 15 sayılı evdə yaşamışdır. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə vurulan bu yazıya İstanbul qonaqlarının maraq göstərmələrinin də şahidi oldum. Gördüm ki, bir tablo ilə nabələd insanlar həm Safini tanıyır, həm də Azərbaycanı. Düşündüm ki, əgər bir tablo ilə bunu etmək mümkün olubsa,
O zaman İbrahim Safinin kiçik muzeyi yaradılsa nələr baş verərdi? Nələr? Sonra İbrahim bəyin uyuduğu məzarlığa üst tutdum. Biraz dayanıb söhbət etdim. Naxçıvan haqqında, onun sarıldığı o tut ağacı haqqında danışdım. Bilirdim ki bu söhbətlər üçün çox, həm də çox darıxıb. Her dakika, her konuştuğumuzda Naçıvan'dan bahsederdi. Var. Neyi bahsederdi? Vatanım derdi. Vatanım benim doğduğum yer, vatanım Türkiye fakat doğduğum yer benim orası derdi. Sonra Naxçıvandan gətirdiyim torpağı çıxarıb, onun uyuduğu torpağa qarışdırdım. Sən heç vaxt torpağını unutmadın, ustad. Torpaq da səni unutmadı.